Hacıqabul rayonundakı toxumluq taxıl sahələrində həyata keçirilən aqrobasiya prosesi bu dəfə əvvəlkilərdən fərqlənib. Belə ki, ilk dəfə olaraq proses tam rəqəmsal platforma üzərindən aparılıb. Aqro Xidmətlər Agentliyinin istifadəyə verdiyi AXA mobil tətbiqi vasitəsilə mütəxəssislər sahədə topladıqları məlumatları birbaşa sistemə daxil ediblər. Mütəxəssislər tərəfindən əkinlərin sort təmizliyi, xəstəlik və zərərvericilərə yoluxma səviyyəsi, eləcə də alağalma dərəcəsi yerində qiymətləndirilir. Bütün bu məlumatlar mobil tətbiq vasitəsilə dərhal elektron bazaya ötürülür. Mütəxəssislərin sözlərinə görə, yeni sistem insan faktorunu minimuma endirməklə yanaşı, məlumatların daha şəffaf və operativ şəkildə emal edilməsinə şərait yaradır. Aprobasiya prosesi ölkənin 40 rayonunda, 140 təsərrüfatda, təqribən 47 min hektarda aparılır. Bu istiqamətə Aqrar Xidmətlər Agentliyi tərəfindən təlimlərdən keçirilmiş 70-ə yaxın aprobator cəlb olunmuşdur. Yalnız yüksək keyfiyyətli toxum dövlət standartlarına tələb verən toxumluq sahələrin keyfiyyəti təsdiqlənir və toxum istehsalı həyata keçirilir. Bildirilir ki, aqrobasiya toxumluq materialının keyfiyyətinin müəyyənləşdirilməsi üçün əsas nəzarət mexanizmlərindən biridir. Məqsəd yüksək məhsuldarlığa malik, xəstəliklərə davamlı və standartlara uyğun toxum fondunun formalaşdırılmasıdır. Demək olar ki, kağız aktlardan tam imtina edilmişdir. Proses yerində rəqəmsal formasında proqram tətbiq vasitəsilə həyata keçirilir və aktlar yerində təsdiq olunur və proses akt nəticələri fermerin, toxumcu fermerlərinin elektron kabinetlərinə yönləndirilir. Bundan əlavə, demək, bütün toxumluq əkin sahələri rəqəmsal platforma üzərindən, GIS platforması üzərindən tam rəqəmsallaşdırılmışdır. Qeyd edək ki, bu il ölkə üzrə ümumilikdə 47 min hektardan çox toxumluq taxıl sahəsində aqrobasiya aparılması planlaşdırılır. Əkin sahələrinin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda təşkil edir. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal aqrobasiya sistemi gələcəkdə toxumçuluq sahəsində nəzarətin daha da gücləndirilməsinə, eyni zamanda kənd təsərrüfatında məhsuldarlığın artırılmasına ciddi töhfə verəcək. Şahin Həsənov, Ayşən Cümşüdova, ASTV Xəbər.